Ölülər üçün Quran, dirilər üçün batini Quran. Bugün tam müxtəlif məntiqli iki Quran kitabı var ki, bunlar Peyğəmbərimizə aid edilən Quran kitabı və onun batini mənalarının təvilini verən batini Quran kitabıdır. Peyğəmbərimizə görə Quranın hərfi, yəni zahiri mənasından başqa, onun 7 qat dərin batini mənaları var. Quran kitabının Zumər surəsinə görə də bu kitab 2 mənalı hədislər toplusudur. Və yazılanlara görə bu hədislər 100 minlərlə hədislərin və digər 30 Quranın içindən seçilmişdir. Bu kitabda qeyd olunanlar Tövratdakı hadisələrlə və Yahudi peyğəmbərləri ilə bağlıdır ki, Tövratın da 7 qat dərin batini mənaları vardır. Və buna görə də bu kitab Tövrat Şəbi Kitab, yəni 7 mənalı Tövrat kitabı adlanır. Bu haqda mən internet səhifələrimdəki Ustnaya Tora Glazami Sufiya Akadista adlı məqaləmdə ətraflı yazmışam. Tövratın batini mənaları şifahi Tövrat adlanır və Allah onu bilərəkdən yazılı verməmişdir. Çünki bu kitabı sonradan digər xalqlar öz adlarına çıxsalar da, onun əsl mənalarını anlamayacaqlar və yalnız axirətdə onun sahibləri nəslindən olan Tövratın batini mənalarını asacaq. Deməli, faktiki olaraq Quranın 7 qat dəri batini mənaları 7 qatlı şifahi Tövratın davamıdır. Mən Tövratda, Quranda bilavasitə Azəri pirlərinə göndərilib adlı məqalədə göstərmişəm ki, bu müqəddəs kitabların 7 qat dərin mənalarını yalnız Azəri pirləri nəslinin ürəyinə elm verilmiş nümayəndələri anlaya bilər. Bu pirlər Quran kitabında İsrail oğulları kimi keçir və mən Qurandakı İsrail oğulları Azəri bəyləridir adlı məqaləmdə bu haqda yazmışam. Bu türk bəkləri Yaqub və Rahilin övladları hesab olunur və batini mənada Yaqub rəmzi Yabğu rəmzi kimi Ya-Bəc, Rahil rəmzi isə Cılar deməkdir. Başqa sözlə, bütün Yahudi peyğəmbərləri, o cümlədən əvvəldə gəlmiş və axırda gələcək Allah da, digər qədim Allahlar kimi Azəri türkləri olan Cılar bəcləri, yəni Rahil və Yaqub nəslinə mənsubdur. Qurandakı Baqiyyətullah rəmzi də batini mənada Bəc Ayətullah, yəni sufizmin ilahla vəhdət səviyyəsi olan Bəqa səviyyəsinə yüksəlmiş və Allahın nişanəsi, sübutu olan Bəc deməkdir. İnternet səhifələrimdəki Veliki Diyaniye Sınavı İyak və İraxili adlı məqalədə mən bunlar haqda yazmışam. Bu o deməkdir ki, Quranın 7 qat dərin batini mənalarını yalnız Cılar bəcləri nəslindən ürəyinə elm verilmiş sufi arifi anlaya bilər. Çünki bu batin elmini məhz onların əzdadları, qədim mənbələrdə Gel, Gelat, Xelat, Xaldeya və s. kimi qeyd olunan Cılar elminin kahinləri yaratmışlar. Qədim dünyanın bütün yazılarını, dualarını, tilsimlərini və s. hər şeyi məhz onlar tərtib etmişlər. Və yalnız bu nəslin nümayəndəsi də onlara izah vermək qabiliyyətindədir. Allah öz beytini, yəni göydəki Beytullah cənnətini də məhz onların torpağından uzatmış və onları özünə qulluq üçün ayırmışdır. Onlar 1000 illər göydəki bu cənnətin var olması üçün buradakı qurbangahda fasiləsiz qurbanlar kəsmişlər. İslamın əhl-i beyti də məhz bu Beytullahın müqəddəsləri olmuşlar. Saqaleyn hədisindəki ağır əmanət adlandırılan Quran da axirətdə bu əhl-i beytlə bağlı olacaqdır. Lakin burada kitab dedikdə kutub, yəni danışan Quran, İsmaili Natiqi nəzərdə tutulur. Və mən bu haqda Peyğəmbərimizin əhl-i beyt əmanəti və Beytullah adlı məqalədə yazmışam. Sufilərə görə əsl Quran lövh-i məhfuzda olan və axirətdə gələcək və ürəyinə elm verilmiş kutub, yəni batini sirləri bilən rəhbər mənasındadır. Məhz bu kutub, yəni danışan kitab, təzəvvüfdə Ricalullah və Ricalul Qayb adlanır ki, batini mənada Rical rəmzi, Rahil və İrlik rəmzləri kimi Cılar deməkdir. Təsəvvüfdə Ricalullah, yəni Allahın ərləri, ərənlər məhz Cılar mənasındadır. Çünki batini mənada Cılar rəmzi Gel ər, yəni Gel şəhərinin ərləri fikrini ifadə etsə də, daha dərin mənada Gel rəmzi İlah rəmzi ilə eynidir. Bu isə onu deməyə əsas verir ki, Cılar rəmzi ilahi ər və ya ilah Ra, yəni Allahın seçilmiş ərləri və ilahdan yaradılmış Ra günəş Allahı və onun seçilmişləri fikrini ifadə edir. Başqa cür desək, Rizalullah rəmzi Cılar Allah, Rizalul Qeyb isə Cılar Qeyb anlamındadır. Axirətdə məhz bu Rizalul Qeyb danışan Quran adlanacaq ki, Alban mənbələrində Gelarküni, yəni Allahın kün əmri ilə yaradılmış Cılar eli, Quran mənasında Qarni rəmzinə aid edilir. Belə çıxır ki, axirətdə gələcək natiq elə Gelarküninin Alban ərənşahlar nəslinin törəməsi olacaq. Quran kitabı Məhəmməd Peyğəmbərə aid edilsə də, Peyğəmbərdən 100 il sonra yazılmış və yığılmış hədislər toplusudur.
Batini mənada Məhəmməd rəmzi Magmada, yəni Midiya mağı, Midiya kahinı deməkdir. Midiya isə Tövratda İsmaillərin Gilad eli adlanır ki, bu da Gilad elinin digər adıdır. Bu İsmaillər Tövratda Aqar, yəni Həcər, Qacar şahlar nəsli kimi qeyd olunur. Lakin Aqar rəmzi batini mənada həm də qərə, yəni Quran kimi oxunur. Aqar nəsli İslamın ilk dönəmindəki Quranın 7 qat dərin batini mənalarını bilən Kari nəslidir. Quranda ikra, yəni oxu mənasında olan və Rəbbin adı ilə oxuyanlar əslində Quranın batini mənalarını anlayaraq oxuyan Kari İsmailləridir. Başqa sözlə, Məhəmməd Peyğəmbərin obrazı batini məntiqdə axirətdə gələcək Gelar İsmaili natiqinin obrazıdır. Bütün bunlar o deməkdir ki, əlimizdəki Quran kitabı Peyğəmbər dövründəki Gelar natiqlərinin yazdıqları hədislər toplusudur. Bu hədislərin hər samiti, sözü bir rəmzdir ki, bunu batin elmini bilməyən adi insanın anlaması qeyri-mümkündür. Müdriklərin məntiqinə görə batini mənaları yalnız padşahlar nəslinin nümayəndəsi dərk edə bilər. Buna görə Asiyada bu nəslin törəmələri keçən əsrə qədər nöqtə ağası, yəni son söz sahibi adlanırdılar. Başqa sözlə, Quran əsl mənasını heç kimin anlamadığı sirli kitabdır. Müəllifi olduğum batini Quran kitabı isə bu Qurana, Tövrata və ümumiyyətlə bütün qədim yazılara, fəlsəfələrə, tarixə və sair qədim sirlərə elmi, məntiqi izah verən yeganə kitabdır. Çünki bu kitab Pir Əmanın göydə ölümsüzlük qazanmış ruhunun, yəni Ruhul Əmrin ürəyə indirdiyi elmə əsasən yazılmışdır. Mən Batini Quran kitabını 2008-ci ildə, yəni 17 il bundan əvvəl yazmışam və Qafqaz Müsəlmanları İdarəsinin, onun dini elmi şurasının başda oturanlarına təqdim etmişəm. Dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinin elmi şurasına Batini Quran kitabımın müzakirəsini keçirmək üçün müraciət etsəm də heç bir nəticə olmadı. Qəzetlərdə, internet səhifələrindəki yüzlərlə elmi məqalələrimə də heç bir alim, tədqiqatçı cəsarət edib cavab vermədi. Bugünkü Azərbaycanın ən böyük faciəsi onun ziyalıları, alimləridir. Yazdıqlarımın adi insan üçün çətin anlaşılan olması təbiidir. Lakin mənbələrdən xəbəri olan akademiklər, professorlar, tədqiqatçılar da sustular. Riyazi təfəkkürə, məntiqə malik olmayan cahil alimlərin susmasını anlamaq olar. Lakin mənbələrdən xəbəri olan alimlərin susması, onların öz ehtiraslarının qulu olması deməkdir. Sufizmdə, qul dedikdə, insanların mələk nəfsi sayılan ağıl qüvvəsi yox, heyvani nəfs olan qəzəb və şəhvət qüvvələrinin təsiri ilə yaşayan insanlar nəzərdə tutulur. Müasir insanların bəziləri paxıllığın təsiri altında yaşayır ki, bu da heyvani qüvvə olan qəzəb qüvvəsidir. Və belə insanları qədim müdriklər qul adlandırmışlar. Babəkin, Musa Peyğəmbərin də obrazları batini məntiqdə, axirətdə gələcək və qul psixologiyası ilə yaşayan insanları cəhalətdən xilas edəcək obrazdır. Bu haqda mən internet səhifələrindəki Babək bir gizli sirdir, aça bilərsən adlı məqaləmdə ətraflı yazmışam. Təəssüflər olsun ki, bugün Azərbaycanın humanitar sahələrinin ziyalıları, o cümlədən böyük tamaşaçı auditoriyası toplaya bilən bəzi jurnalistləri fəaliyyətlərini ağıl yox, heyvani qüvvələrin əsiri olan qul xüsusiyyətləri üzərində qurmuşlar. Bu, Azərbaycan xalqı kimi qədim və müqəddəs böyük xalq üçün əsl faciədir. Nəticə kimi onu demək istəyirəm ki, bu dünyada yalnız bir kamil din var ki, bu da göydə ilahdan Allah yaratmış, Gilar bəylərinin cəddi əcdadı olan Pir Əmanın, yəni Firon Amonun İsna Aşəriyə dinidir. İslamın batini mənaları olan bu İsmaili fəlsəfəsi gələcəkdə bütün dünya tərəfindən qəbul olunan yeganə din olacaqdır. Və onun əsas kitabı da Batini Quran kitabı olacaq. Məhz bu kitab və məqalələrim sayəsində insanlar nə vaxt, necə və nə üçün yaradıldıqlarını anlayacaqlar və nəhayət ki, hardan gəlib, hara getdiklərini dərk edəcəklər.